Rusiya ordusu Donetsk vilayətində 5 yaşayış məntəqəsini işğal edib. Düşmən Lısovka, Suxoy Yar, Qnatovka, Rog və Novopavlovkanı işğal edib, məlumatda bildirilib. Bundan əlavə vurğulanıb ki, Ruslar Pokrovsk yaxınlığında da irəliləyib. İşğalçıların irəliləyişi Mirnograd və Severskdə də qeydə alınıb. Yayılan xəbərlə bağlı hələlik rəsmi açıqlama verilməyib. Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trump arasında ilin sonuna qədər görüş ehtimalı nəzərdən keçirilmir. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə bunun üçün lazımi hazırlıq tələb olunur. O, məhsuldar olmalıdır. Belə bir görüşün uğurlu olması üçün ekspert səviyyəsində iş aparılmalıdır və bu iş hazırda davam edir. Ukraynada müharibənin ilk günlərindən sülhün təmin olunması üçün diplomatiyanın bütün imkanlarını səfərbər etmişik. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macaristan baş naziri Viktor Orbanla görüşdə deyib. Ərdoğan qeyd edib ki, bundan sonra da sülh üçün bütün cəhdləri göstərəcəklər. Rusiya prezidenti Vladimir Putin Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında hökumətin iqtisadi struktur dəyişiklikləri planının dərhal həyata keçirilməsini tələb edib. Bu barədə Kremlin mətbuat xidmətinin məlumatında deyilir. Bildirilib ki, 2030-cu ilə qədər davam edəcək bu planın yüksək texnoloji sənaye sahələrində və yüksək əlavə dəyərli istehsalda müasir yüksək maaşlı iş yerlərinin yaradılmasına, eləcə də yerli malların istehlakının artmasına səbəb olacağı gözlənilir. Ukrayna Hərbi Hava Qüvvələrinin pilotu, polkovnik leytenant Yevgeni Ivanov, ölkənin şərqində Su-27 təyyarəsi ilə döyüş tapşırığını yerinə yetirərkən həlak olub. Qeyd olunur ki, o, döyüşdə həlak olub. Araşdırma aparılır. Ukrayna, ABŞ və Rusiyanın Donetsk və Luqansk vilayətlərinin əraziləri ilə bağlı ortaq mövqeyi yoxdur. Hazırda danışıqlar faktiki olaraq çıxmaz vəziyyətdədir. Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib. O qeyd edib ki, sülh planında çətin və ətraflı iş tələb edən məqamlar var. Donetsk və Luqansk vilayətlərinin ərazi məsələsində Amerika, Ukrayna və Rusiyanın mövqeləri fərqlidir. ABŞ ilə Venezuela arasında gərginliyin artması bütün qərb yarımkürəsi üçün gözlənilməz təhlükə yaradır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zakharova TASS-a açıqlamasında bildirib. O, Vaşinqtonun Venezuela ilə birbaşa hərbi qarşı durmaya getməyəcəyinə ümid etdiyini deyib. Zakharovanın sözlərinə görə, ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında Latın Amerikası ölkələrinə münasibətdə yer alan maddələr Rusiyanın ciddi narahatlığına səbəb olub. Qeyd edək ki, bundan əvvəl ABŞ hərbiçiləri Sakit Okeanda narkotik alverində şübhəli bilinən qayıqlara daha bir zərbə endiriblər. Senat isə bu əməliyyatların tam qanuni olduğunu və heç bir başqa tərəfə aidiyyəti olmadığını bəyan edib. Gürcüstan Azərbaycan neft məhsullarının Ermənistana ilk tranzitinə görə rüsum almayacaq. Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi bəyan edib. Bundan əvvəl Azərbaycan mətbuatı Gürcüstanın Azərbaycandan Ermənistana mümkün neft tranziti yükün 1 ton üçün $92 rüsum tələb etdiyi barədə məlumat yayıb. Bu il dekabrın 5-də Gürcüstan hökuməti tərəfdaşlarından Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Ermənistana yanacağın birdəfəlik tranzitinin həyata keçirilməsi ilə bağlı sorğu alıb. Gürcüstanın baş naziri İrakli Kabahlitsenin qərarı ilə Gürcüstan Dəmir Yolu Qapalı Səhmdar şirkətinə dəmir yolu ilə yükü dərhal və birdəfəlik tamamilə pulsuz həyata keçirmək tapşırılıb. Məlumatda deyilir, departament qeyd edib ki, Gürcüstan Ermənistan və Azərbaycanın strateji və etibarlı tərəfdaşı olub və qalır. Regionda sülh və sabitliyi dəstəkləyir. Rusiyaya daxil olan miqrantlar üçün yeni nəzarət mexanizmi tətbiq olunmağa başlayıb. Bu barədə Moskva şəhər strukturlarına və Federal Təhlükəsizlik Xidmətinə yaxın mənbələr məlumat yayıb. Mənbələr bildirir ki, ölkəyə gələn hər bir miqrantdan DNT nümunəsi, barmaq izləri və foto şəkillər toplanacaq. İddialara əsasən onların smartfonlarına xüsusi proqram təminatı quraşdırılacaq. Bu proqram miqrantların real vaxtda geolokasiyasını, hərəkət marşrutlarını, əlaqələrini və ümumi fəaliyyətlərini izləməyə imkan verəcək. Sistemin sosial şəbəkələri avtomatik skan etdiyi də deyilir.
Məlumata görə Suriyaya, müharibə bölgələrinə və ya radikal hesab edilən qruplara aid edilə biləcək bəyənmə və ya şərh miqrantın Rusiyaya girişinə qadağa qoyulmasına və ya polisə çağırılmasına səbəb ola bilər. Kamboca Silahlı Qüvvələri Taylandla sərhəd boyunca hərbi mövqelərini gücləndirərək T-55 tankları və BM-21 qrad çoxsaylı reaktiv yayılım atəş sistemləri yerləşdirib. Bu barədə Interfax məlumat yayıb. Qeyd olunub ki, Tayland tərəfi hava zərbələrini intensivləşdirib. Tayland Kral Hərbi Hava Qüvvələrinin açıqlamasında bildirilir ki, F-16 qırıcıları düşmən mövqelərinə, o cümlədən qalalara, sursat anbarlarına və bölgəyə gələn əlavə canlı qüvvəyə zərbələr endirir. Rəsmi açıqlamaya əsasən bu hava dəstəyi sərhəd xəttindəki yerüstü bölmələrin əməliyyatlarını qorumaq məqsədi daşıyır. Qeyd edək ki, Tayland və Kamboca arasında qarşıdurma dekabrın 8-də başlayıb. Tayland, Buriram əyalətində mülki ərazilərin atəşə tutulduğunu irəli sürərək Kambocanı ittiham edib. Bundan qabaqda iki ölkə arasında gərginlik mövcud idi. Ukrayna və Avropa ölkələrinin təhlükəsizlik üzrə müşavirləri Miamidə razılaşdırılmış sülh planı layihəsini ABŞ-a göndərmək üçün sabah axşama qədər tamamlayacaqlar. Bunu Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərə bildirib. Avropanın və Ukraynanın təhlükəsizlik müşavirləri Rüstəm Umerovun gətirdiyi planın son versiyası üzərində işləyəcəklər. Mən düşünürəm ki, sabah axşam saatlarında plan hazır olacaq. Biz onu bir daha nəzərdən keçirəcəyi və ABŞ-a göndərəcəyi deyə o vurğulayıb. Daha əvvəl Zelenski qeyd edib ki, müharibənin başa çatdırılması üzrə plan 20-yə bəndə qədər ixtisar olunub. Ukraynaya maraqlarına zidd olan müddalar çıxarılıb, lakin hələlik ərazilərlə bağlı kompromis tapılmayıb. 28 bənd var idi, 20 oldu, tamamilə açıq şəkildə Ukraynaya əleyhinə olan bəndlər kənarlaşdırılıb. Amerikanlıların əhval-ruhiyyə ümumilikdə kompromis tapmaq yönündədir. Sözsüz ki, ərazilərlə bağlı mürəkkəb məsələlər var. Orada hələlik kompromis əldə olunmayıb, deyə Zelenski əlavə edib.